Onlarda eyni zamanda hətta gəmilərdə bax bu problemlərlə bağlı və bu soyuq hava ilə bağlı bir sıra təlimatlandırma var ki, və küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq elan edilib və elə bizim müxbirimiz Jalə Gözəlova hal-hazırda canlı bağlantıdadır və o bütün məlumatları mütəxəssislərdən alıb bizə təqdim edəcək. Sabahın xeyir olsun Jalə. Salam, sabahınız xeyir olsun. Həmçinin telesər izləyicilərimizi də salamlayıram. Bəli, qeyd etdiyiniz kimi hazırda Dövlət Dəniz və Liman Agentliyindəyik. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Xəzər dənizində hərəkət edən gəmilərə xəbərdarlıq olunub və eyni zamanda bu axşamdan etibarən küləyin daha da güclənəcəyi ehtimal olunur. Daha ətraflı məlumatları bizə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova çatdıracaq. Pərvanə xanım, sabahınız xeyir. Buyurun, söz sizdədir. Sabahınız xeyir olsun. Sizin də qeyd etdiyiniz kimi bugün axşamdan başlayaraq paytaxt ərazisində küləkli hava şəraiti müşahidə olunacaq və Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək və küləyin sürəti 18-23, arabir 25-30, açıq dənizdə isə 32-34 metr saniyəyə kimi yüksələcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-4, sonraki inkişafda isə 5-7 metrə çatacağı proqnozlaşdırılır. Təbii ki, bu hidrometeoroloji hadisə haqqında məlumat Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkəti idarə edilməsi mərkəzinə daxil olan ki, mütəxəssislərimiz tərəfindən aidiyyatı üzrə 3 dildə, Azərbaycan, Rus və İngilis dillərində xüsusi rabitə əlaqələri vasitəsilə ötürülüb və hazırda da gördüyünüz kimi mütəxəssislərimiz iş başındadır. Ümumiyyətlə qeyd edim ki, mütəxəssislərimiz 24 saat fasiləsiz xidmət həyata keçirdir və buradakı əməkdaşlar digər ölkələrdə beynəlxalq təcrübə keçmiş mütəxəssislərdir və onlar küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar. Hazırda isə mövcud texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir və bu saata olan məlumatlara əsasən iki limana dünən axşamdan giriş-çıxış məhdudiyyəti qoyulmuşdu. Artıq bir limana giriş-çıxış məhdudiyyəti aradan götürülüb. Hazırda isə Dübəndi limanı bağlıdır və 20-yə yaxın da gəmi Lövbər rayonlarına və sığınacaqlarına yerləşdirilib. Əməkdaşlarımız küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar və gəmilərin hərəkətinin təhlükəsinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək. Təşəkkür edirik ətraflı məlumatlarınız üçün. Unutmayaq ki, qış fəslidir, hələ soyuq havalar qarşıdadır və hava şəraitindən asılı olmayaraq özümüzü qoruyaq və əhvalımızı da xoş tutaq. Bizim isə bu saata buradan çatdırmaq istədiyimiz məlumatlar bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Jalə, təşəkkürümüzü bildiririk və biz elə küləklə bağlı yaranan təhlükələr necə qarşısı alınmalıdır, xüsusilə gəmilərə edilən xəbərdarlıqla bağlı məlumat əldə etdik.